Bayaq mənə İrandan zəng gəlib ki, bəs tanış-tunuşun yoxdur, bu müharibəni istəyirik saxlatdıraq da, vəziyyət o qədər də yaxşı deyil. Mən də elə ilk ağlıma gələn Makron oldu, yığdım Makrona. O da bilmirəm, indi yoldaşı yanındaydı, nədirsə, dedi ki, danışamıram, sonra danışarıq. Mən də yığdım Lukashenko'ya, o da mənlə Ruscan danışdı, biraz incikli zat ki, sən də işin düşəndə yığırsan falan. Mən də incikli düşdüm, adboy elədim, sonra yığdım Trump'a, o da telefonu açmadı. Son çarə kimi Putin'ə yığdım, indi görək Putin telefonu çoxdan yığıram, açmır. Bu da cavab verməsə batdıq. Çalıyor. Добрый вечер, товарищ Putin. Это я, премьер-министр, премьер Varchapet, Armeniya Nikol Paşinyan. Gör nə deyirəm. Bu İrandan mənə zəng eləyiblər. Bu müharibəni saxlatdırmağa. Bunu saxlatdıra bilərsən, yoxsa mən başqalarına yığım? Yaman dedi, deyir saxlatdıra bilsəm elə özümüz üçün saxlatdırarım da. Burada qırğın gedir. Sən də deyir, yığmısan başım beynimi aparsan. Düz deyir elə. Belə yerdə İlham Əliyevin yeri məlum. Yığım nə deyim? Düz qoymuşam. Nə qayrımə? Makron nənəsi Makronu mələsin. Məni hamı ilə düşman eləyibdi.